12 oktyabr həftəlik bürclər, növbəti son bürclər əqrəblə başlayacağıq. Sağlıqla bağlı önəmli həftəyə başlayırsınız. Gündəlik rutin işləriniz artacaq və çiyninizdə olan məsuliyyətləri artıracaqlar. Məsuliyyətlər artdıqca da yorulacaqsınız və immun sisteminiz zəifləyə bilər. Ona görə mütləq sağlığınıza fikir verin. Bəslənməyə diqqət edin. Bu həftə zəhərlənmələrə açıq olan bir həftədir. Qida və yaxud da dərman zəhərlənmələrinə xüsusən diqqət edin. Və Oxatan, sizlərə dolunayın təsirləri müsbətdir. Sizə sevgi söhbətləri aktivləşir. Həyatınıza yeni insan gəlib yeni tanışlıq ola bilər. Öncə təbrik edirəm bir çoxunuzu. Bəlkə də çoxdan gözlədiyiniz insanlarla tanışlıq sizə bir ruh yüksəkliyi verəcək. Uşaqlarınızla bağlı müsbət xəbərlər var evlilər üçün. Təhsilə başlaya bilərsiniz, kursa başlaya bilərsiniz. Bu sahələrdə uğurlarınız çox olacaq. Və oğlaqlarla davam edirik. Sizi belə deyim, təsirlər biraz mənfi olacaq. Ev, ocaq, valideyn söhbətlərində narahatlıqlar ola bilər. İstədiyiniz o belə deyim də fikirlərinizi ailə içində yeridə bilməməyiniz və yaxud da qulaq asmamaq, sizə qulaq asılmaması sizi incidə bilər. Enerjiniz və pulla bağlı fikirlərinizə də diqqət edin. Xüsusilə valideynləri sağ olanlar. Bəli, sözünüzü çatdıra bilməyəcəyiniz və sizi belə deyim də həmişə ola bilər ki, səhv çıxartmağa çalışsınlar. Əslində pul xərcliyində siz yaxşısınız, amma pul xərcləmədiyiniz zaman səhvsiniz. Və ona görə də bu şeylərə diqqət edin. Biraz özünüzə sərhəd çəkin. İş təklifləriniz var. İnşallah, amma bunun üçün də biraz zamana ehtiyacınız var. Dolçalar həftəyə maddiyyatla bağlı aktivliklə başlayacaqlar. Ola bilər bir işlə məşğulsunuz, amma o başqa bir işlə də məşğul olmaq fikri ağlınızdan keçə bilər. Və yaxud da ola bilər bizneslə məşğulsunuz. Və yaxud da ki, bizneslə məşğul olmaq istəyirsiniz. Belə bir fikirlər bu aralarda Dolçaların beynində fikirləşəcəklər. Olacaq mövzu, həftənin mövzusu və bu ayın mövzusu dolçalar üçün doğru düzgün insanı da həyatına çəkmək olacaq və yaxud da köhnə münasibətləri böyük bitişlərlə nöqtələmək və yeni həyata baxış da ola bilər. Daha sonra maşın alqı-satqısı da uğurludur. Etmək istəyənlər üçün xeyirli olsun. Və balıq. Yeni qazanc qapıları, yeni gəlir yerləri var. Borc da götürə bilərsiniz, kredit də götürə bilərsiniz və işlərinizi həll edə bilərsiniz. Həqiqətən də bu ay siz uğurlu və şanslı bürclər sırasındasınız. Gəlir və sadəcə gələni və gedəni maddiyyat cəhətdən fikir verin, idarə edin. Amma çox super həftədir. Borc vermisinizsə, məsələn, heç gözləmədiyiniz yerdə o borc qayıda bilər. Həftədə elə bir gözəl həftədəsiniz ki, sürprizlər, hədiyyələr, qonaqlar, bəzi yerlərə gəzintilər, həqiqətən ağlınıza gəlməyən insanlardan ağlınıza gəlməyən jestlər. Bir çoxlarınızda bu həftədə hətta evlilik xəbərləri var, bu ay içində deyirəm. Bir çoxlarınızda övlad xəbəri var, bir çoxlarınızda da bir lazımsız münasibəti bitirib yaxşı bir münasibətə hə demək də var. Alım-satım uğurludur. Oyanan ruhunuz, mənəvi belə deyim, dəyərlərinizin ön plana çıxdığı aydasınız. Özünüzü ifadə edəcəksiniz, yer dəyişimləri olacaq, həqiqətən də köklü münasibətlər qura biləcəksiniz. Bir daha deyirəm, niyaha qədər gedən münasibətləriniz olacaq. Köhnələrdənsə geri qayıdıb boynu bükənlər olacaq. Onlara da lazım olan yeri göstərməyə biləcək balıq. Bəli, ətrafınızda kim var, kim yox. Artıq bu sualı verəcək. Bugündən etibarən kim vardı, kim yoxdur. Mən yıxılanda yanımda kim var idi, indi ayaq üstəyəm yanımda kim durub. Uğurlu, xeyirli olsun hamınıza. Ruzli və bərəkətli olsun deyirəm. Baxıb bəyənməyi, dəstək olmağı unutmursunuz. Allah'a əmanət.